Texnologiya Yunan sözü olmuşdur. Texnik, sənət, ustalıq, logos öyrənmək elm deməkdir. Aha. Bəs tərifi verilmişdi bizə texnologiyanın. Tərifində nə deyirdi? Tərifi iki cürdür. Biri uzun, biri qısa. Qısa tərifi insan tərəfindən məmulat və xidmətlərin yaradılması prosesidir. Uzun tərifi də maddənin, enerjinin, informasiyanın dəyişdirilməsinə və insanların tələbatlarının təmin olunmasına deməli yönləndirilmiş bir insan fəaliyyətidir. İnsan fəaliyyəti nəzərdə tutulur. Bəli, doğrudur. Yaxşı. Bəs texnologiya bir soruşulur, texnologiya dünyası nədir? Bir də soruşulur ki, texnologiyanın növləri. Yəqin bəzən testdə qarşılaşmısınız da bunlarla. Texnologiya dünyası deyəndə neçə yerə ayrılır? Bəs texnologiyanın özünün hansı növləri var idi? Texnologiya dünyası iki yerə bölünür. Biri insan tərəfindən yaradılanlar, biri də təbiətimizə bəxş etdikləri. Bir də texnologiyanın özü amma 3 qrupa bölünür. Müasir texnologiyalar, kommunikasiya texnologiyaları və nəqliyyat texnologiyaları. Nəqliyyat texnologiyaları. Əla. Kommunikasiya texnologiyaları nə idi? İnformasiyanı yaxın, uzaq məsafələrə ötürmək və almaq üçün istifadə olunan kommunikasiya texnologiyalarıdır. Onlara aiddir kompüter xaric, telefon, internet, modem özü, adı orada olmasa da, elektron faks, internet onlara aiddir. Bəli. Bəs pəstah nədir? Pəstah, deməli, detalların yox, nəysə hazırlamaq üçün götürdüyümüz məmulat pəstah adlanır. Bir və yaxud da bir neçə dənə detal alına bilər. Ölçüsünə uyğun olaraq ayrılır. Məsələn, mən masa düzəldirəmsə, götürdüyüm pəstahdan bir masa çıxır. Stol düzəldirəmsə, bir neçə stol düzəldə bilərəm. Bir də ki, ölçü böyük olmalıdır. Bəli, bəzən testlərdə düşür ki, məsələn, pəstahın xüsusiyyətlərini seçin, pəstaha aid olanı seçin, aid olmayanı seçin. Məsələn, pəstah nə oldu? Pəstah detalın hazırlanması üçün seçilmiş materialdır. Bəli, bir pəstahdan bir və ya bir neçə detal alına bilər və pəstahın ölçüsü detalın ölçüsündən necə olur? Böyük olur. Böyük olur, bəli. Çünki emal payı nəzərə alınmalıdır. Bəli, emal payı nəzərə alınmalıdır. Çünki mən məsələn 2 metrlik detal hazırlayıramsa, 2 metrlik pəstah götürə bilmərəm. Biz onu nə edirik? Kəsirik, yonuruq. Yəni onun üzərində müəyyən əməliyyatlar aparırıq da. Bu nə edir? Qısalır. Ona görə də bəli, pəstahımız detaldan böyük olmalıdır. Yaxşı. Bəs deyin görün mənə. Biz dedik ki, istənilən məmulatın hazırlanması hansı mərhələlərdən keçir? 3 mərhələdən keçir. Deməli, məmulatın birinci layihəsi çəkilir, sonra layihəsinə baxıb hazırlayırıq, daha sonra istifadə edirik istismar. İstismar idi, bəli. Yaxşı. Bəs marşrut xəritəsində nə göstərilirdi? Ardıcıllıq göstərilir. Sadəcə ardıcıllıq. Əgər ətraflı göstərilməyini istəyiriksə, onda biz istifadə edəcəyik texnoloji xəritədən. Bəli, texnoloji xəritədən. Yaxşı. Məmulatın qrafik təsvirlərə nə daxildir? Nələrə? Məmulatın qrafik təsvirinə. Qrafik təsvirlərə daxildir. Deməli, eskiz, çertyoş, bir də texniki təsvir. Texniki təsvir. Eskiz nədir? Eskiz məmulatın bir tərəfdən görünüşüdür, bir tərəfdən də öndən görünüşdür. Bəli. Bir də eskizdə nisbət nəzərə alınmaqlandır. Əgər desək ki, tərəflər arasında nisbət nəzərə alınmaq, bu olacaq texniki təsvir. Bəli. Deməli, texniki təsvirə aid xüsusiyyətlər nədir ümumiyyətlə tam deyil? Texniki təsvirdə deməli, tərəflər arasında nisbət nəzərə alınmaqla deməli, ölçülər göstərilməklə əllə yerinə yetirilir. Texniki təsvirdə üç tərəfli həcmli təsvirdir. Ön, sol, üst görünüş bir-birinə bitişik şəkildə göstərilir. Əgər ayrı-ayrı ön, sol, üst görünüşü ayrı-ayrı deyirsə, bu olacaq çertyoş. Bu da çertyoş aletlərinin köməyi ilə yerinə yetirilir. Yəni, eskizdə material yoxdur, tərəf sözü yoxdur. Yəni, material tərəf sözü varsa, bu olur texniki təsvirə aid olur artıq. Texniki təsvir. Bəli, üç tərəfli görünüş texniki təsvirindir, bir tərəfli görünüş isə eskizə aiddir. Yaxşı. Bəs xətlərin neçə növ var idi? Xətlərin 5 növ var. Bütöv, əsas, deməli, detalın konturu bütöv əsas, çıxarılanla ölçü göstərən hər ikisi bütöv nazik, simetriya yox, ştrix nöqtəli, dərin görünməyən konturu ştrixli.
Ştrixli idi, bəli. Orada amma bizə əvvəllər düşüb, MİQ imtahanına düşmüşdü ki, xətlərin neçə növü var? 4 olaraq götürülmüşdü doğru cavab. Çünki orada biz mötərizənin içərisində olan adlar da xətlərin adı. Yəni o 5 sayılmır. Yəni 4 növ olaraq göstərilir, bəli. Əgər testdə qarşımıza çıxarsa ki, xətlərin neçə növü var? Doğru cavabımız 4-dür. Yəni bunu da qeyd edin. Aha, yaxşı. Bəs də görün mənə ədviyyat nə idi? Zəhmət olmasa bir deyin. Ədviyyat. Ədviyyat nə idi? Tərəvəzlərdən. Ədviyyat. Aha. Ədviyyat yeməklərdə istifadə olunur. Hansılardır? Deməli, nanə, reyhan, kişniş, şüd, bunlar idi. Bəli. Pomidor Avropaya nə zaman gətirilib? 16-cı əsrin ortalarında. Haradan gətirilib? Cənubi Amerikadan. Amerikadan Avropaya. gətirilib. Biz pomidorun becərilməsi zamanı hansı xəritədən istifadə edirik? Texnoloji xəritədən. Texnoloji xəritədən istifadə edirik. Bizim ikinci mərhələmizə nə daxil idi? Deməli, 2 saat isitmə sisteminə yaxın yerdə buraxırdıq. Aha, bəli. Daha sonra biz pomidor toxumlarını hansı məhlulda saxlayırdıq? Bütün bənövşəyi manqan məhlulunda. Manqan məhlulunda. Biz hansı toxumları istifadə edirik, hansıları atırdıq? Deməli, üzərinə çıxan toxumları atırdıq, dibinə çəkən toxumları götürürdük. Çünki üzərinə çıxan toxumlar boş toxumlardır. Aha, Əksəriyyətlə bəli. bitməyəcək. Yaxşı. Biz pomidoru əkən zaman yeşiyin dibinə nə yerləşdiririk? Drenaj yerləşdiririk. Drenajın üzərinə 15-20 sm münbit torpaq tökürdük. Torpaq tökürdük, bəli. Yaxşı. Bəs deyin görün mənə, mebel hissələrini nə ilə birləşdiririk? Furniturlarla birləşdirirdik. Furnitur özdə ingilis dilindən götürülmüşdü, ingilis sözdür. Deməli, furniturlar da, deməli, rəf saxlayıcılar, dəstəklər, qıfıldayıcılar, qıfıllar, sonra maqnit saxlayıcıları, küçüklər və s. bunlara aid. Bəli. Şurubdur, mismardır, boltdur, bunlar aiddir furniturlara. Furniturları quraşdırmaq üçün istifadə olunurdu onlar. Bəli, onlar yəni daxilində getmir. Yalnız onları quraşdırma vasitəsidir. Aha. Maqnit saxlayıcının quraşdırma ardıcıllığı. Maqnit saxlayıcılar əvvəlcə, deməli, maqnit saxlayıcıları hərəkətli olmasına xidmət edir. 2 hissədən ibarət idi: maqnitli qəlibdən və metal lövhəcikdən. Həmin maqnitli qəlibin və metal lövhəcinin əvvəlcə yeri nişanlanır. Birinci lövhəcik qapıya bərkidilir. Sonra qəlibin yeri elə seçilir ki, deməli, lövhəcikdən üst-üstə düşsün. Əvvəlcə qəlibin yerini nişanlayırıq. Baxırıq, əgər üst-üstə düşürsə, qəlibi vururuq, amma şurupu sona kimi vurmadan bərkidirik. Bir də baxırıq, əgər üst-üstə düşürsə, şurupları axıra kimi vuraraq bərkidirik. Aha, bəli. Bəs yerini nə ilə nişanlayırıq? Biz və yaxud da karandaşla. Biz və ya karandaşla nişanlayırıq, bəli. Dedik, qəlib lövhəciyin harasında yerləşdirilir? Qarşısında. Qarşısında yerləşdirilir, bəli. Yaxşı. Bəs de görün mənə, vacib və məsuliyyətli əməliyyatdır? Nişanlama. Ən vacib və məsuliyyətli desəm? Mişarlama. Mişarlamadır, bəli. Yaxşı. Ülgü nə idi bəs? Ülgü, deməli, bir neçə detalı eyni real ölçülərlə ölçmək üçün istifadə olunur. Ülgü, bərk, hər hansı bir bərk materialdan da hazırlana bilər. Paneldən də hazırlana bilər. Aha, bəli. Yaxşı. Bəs deşmə yerləri nişanlanır, deşik açılır? Bizlə. Meşə və mişar materialları ölçülür, nişanlanır? Deməli, metal ölçmə lenti. Metal ölçmə lentidir. Kiçik ölçülü pəstahlar ölçülür, nişanlanır? Kiçik ölçülü, deməli, orta məktəbdə istifadə etdiyimiz kiçik ölçülü xəttkeşlərdən. Aha, reismusun neçə hissəsi var? 5 hissəsi var. Tirciklərdir, kiçik mismardır, paz, qəlib, meydança. Aha, bəli. Bəs xarat günyəsinin neçə hissəsi var idi? Deməli, xarat günyəsinin sıxıcı vintdir, xəttkeşdir, qəlibdir. Qəlibdir. Reismusla xarat günyəsinin ortaq hissəsi? Qəlib. Qəlibdir, bəli. Bəs biz transporteri hansı alətlə birlikdə işlədirdik? Transporteri xarat günyəsindən istifadə edirik. Çünki xarat günyəsi istədiyimiz qədər aça və bağlaya bilirik. Sadəcə orada rəqəmlər yoxdur deyə biz onu transporterin üzərinə qoyub elə hesablayırdıq.
Bəli, bucaqlar. doğrudur. Yaxşı. Bəs bucaqlıqla nə edirdik? Bucaqlıqla düz bucaqlar ölçülürdü, nişanlanırdı, yoxlanırdı. Aha. Dəstəklər hansı materialdan hazırlanır? Metal, plastik, kütlə, bir də taxta. Bəli, metal, nazik plastik kütlə və taxtadan hazırlanır. Yəni oduncaqdan hazırlanırdı. Yaxşı. Bəs künclüklər nə idi? Deməli, künclüklərlə künc birləşmələri istifadə olunurdu. Künc birləşmələrinin tətbiqində istifadə olunurdu. 2 metal lövhəcikdən ibarətdir. 2 metal lövhəcikdən. Düz bucaq altında yerləşən, orası yadımdan çıxıb. Düz bucaq altında yerləşən 2 metal lövhəcikdən ibarətdir. Metal lövhəcikdən ibarətdir, bəli. Bəs 2 qalın metal lövhəcikdən ibarət idi. O hansı idi? O kütləşdiricidir. Kütləşdirici idi, bəli. Onlar da bir-birinə vintlə bərkidilirdi. Belə. Aha, yaxşısınız müəllimə. Sonra. Çox sağ olun. Əgərcəksiniz müəllimə, çox sağ olun. Xoşdur. Yəni ki, yenə sual-cavab edərik. Yəni müəllimləri də yenə qaydarıq. Yaxşı, sonra hansı müəllimə istəyir sual-cavab etməyimizi? Bayaq kim idi deyirdim. Müəllimlər, başqa kimə sual verim? Mənə verin. Kimdir? Səsim gəldi. Hə, Axşamınız xeyir. Axşamınız xeyir olsun. Adınız nə idi? Zülfiyə. Hə, Zülfiyə müəllimə. Başlayaq o zaman. Deməli, dedik ki, nəqliyyat texnologiyaları nə daxildir? Nədir nəqliyyat texnologiyaları? Texnologiyalarımız müasir texnologiyalar, nəqliyyat texnologiyaları gəmi, avtobus, bildiyimiz nəqliyyat vasitələri daxildir. Daxildir, bəli. Nəqliyyat texnologiyalarda yaranmışdı. Yəni ki, deyirdik ki, zaman keçdikcə insanlar yük daşımaq, səyahət etmək üçün də bəli, nəqliyyat texnologiyaları. İnsanlar nəql edici vasitələri daşıyır, nəqliyyat texnologiyaları yaranır. Bəli, yaranmışdı. Yaxşı. Bəs deyin görün mənə, texnoloji proses nəyə deyilirdi? İşlərin nizamlı ardıcıllığı texnoloji prosesdir. Texnoloji prosesdir. Necə? Hə, belə deyək də. İşlərin nizamlı ardıcıllığı. Bəli. Texnoloji proseslərdə nizamlı ardıcıllıq başa düşülür. Bəli, bəli. Yəni Pəstahan ilk halından hazır məlumat əldə edilənə qədər onun üzərində gördüyümüz işlərin nizamlı ardıcıllığına texnoloji qısa versiyonda deyirəm ki, nizamlı ardıcılıq. Bəli, müəllimlərimizə görə, yəni mən açıq dedim tərifini, bildim. Hə, problem yoxdur. Yəni mən onu elə dərk edib öyrənirəm ki, yadda qalmağa görə. Nizamlı ardıcıllıqdır. Bəli, yəni ilk halından son halına qədər üzərində yəni gördüyümüz işlərin nizamlı ardıcıllığı idi. Yaxşı. Bəs deyin görün mənə çertyoj nə idi? Nəyə deyilirdi çertyoj? Çertyoj qrafik təsvirdir. Məlumatın bəli, qrafik təsviridir. Nə ilə yerinə yetirilir çertyoj? Millimetrlərlə. Millimetrlərlə göstərilir, amma çertyoj alətlərinin köməyi ilə yerinə yetirilir. Bəli, pərcanın vasitəsilə. Çertyoj yəqin onu deməkdir. Yox, ümumən ad verilməyib, yəni tərifində bizə necə deyir? Deyir ki, çertyoj alətlərinin köməyi ilə yerinə yetirilir də, yəni çertyoj. Bəli, ölçüləri də millimetrlə göstərilirdi. Bəs miqyas nə idi? Miqyas ədədin bir neçə dəfə böyüdülüb kiçildiyini bildirir. Məsəl üçün 2-nin 1-ə, 4-ün 1-ə, 5-in 1-ə, 1-in 2-yə, 1-in 4-ə, 1-in 5-ə. Həm kiçiltmə, həm böyütmə. Aha. 1-in 2-yə, 1-in 4-ə hansı oldu? 1-in 2-yə onlar kiçiltmədir. Böyüklərdən başlayırıqsa böyütmədir, kiçikdən başlayırıqsa kiçiltmədir. Bəli, kiçik rəqəmlər öndədirsə kiçiltmə miqyasıdır, böyük rəqəmlər öndədirsə böyütmə miqyasıdır. Bəs natural ölçü? 1-in 1-ədir. 1-in 1-ədir, bəli. Nişanlama nəyə deyilir? Nişanlama prosesdir. Nə edir nişanlama ilə? Texnoloji prosesdir. Nişanlama. Elə bil nişanlanacağımız yerdə nə deyim? Pəstahın üzərində nə edirik, nəyi göstəririk? Kontur xəttlərini, kontur xəttlərinin nişanlanacağı yeri. Bəli. Yəni ki, pəstahın üzərində nöqtələrin qeyd olunması, kontur xəttlərinin çəkilməsi prosesinə nişanlama deyirdik. Bəs düz bucaqları yoxlayırıq, ölçürük. Kəmçini çəkirik. Düz bucaqları bucaqlıqla. Bucaqlıq ilə. Bucaqlıq hansı hissələrdən ibarətdir?
Bucaqlıq hansı alt hissə Xarrat neydi bucaqlıqlar olan? hansı hissədən ibarətdir? İki hissə idi. Hissədən ibarətdir. Hansılar idi? Uc, Uc və alt nədir? Düz qəlibdən. demədim ya. Hə, qəlibdən. Uc və Uc və qəlibdən qəlibdən. ibarətdir. Bəli. Bəs reismus nə idi? Reismus paralel xəttləri çəkmək üçündür. Aha. Neçə hissəsi var reismusun? Paz, meydança, qəlib, tirci, kiçik mismar. Aha. Bəs xarrat günyəsində nə edirik? Xəriyyət günyasında 3 hissəsi var. Sıxıcı vint, qəlib, xətkeş. Aha. Bu dediyi xarrat bucaqlığı, xarrat günyəsi, O reismus. xəriyyət günyası müxtəlif bucaqları ölçmək üçündür. Onda 3 hissəsi var. Aha. Bəli, 3 hissəsi var. Yəni bunların ortaq hissəsi nədir hər üçünün? Hər üçündə olan ortaq Qəlib. hissə. Bəli, hər üçündə olan ortaq hissə qəlibdir. Yaxşı. Bəs deyin görün mənə, biz pomidorun budaqlarını buduyuruq, belə deyək. Nəyə görə? Onun kök atmasına görə, yaxşı meyvə, gələcəkdə bizə yaxşı bəhər verdiyinə görə, məhsulumuzu yaxşı aldığımıza görə. Pomidorun yeni zoğlar dedik hesabına qol budaq atır, böyüyür, amma o zoğları neyirlər, kəsirlər, buduyurlar da. Nəyə görə onları kəsirlər? Yetişməni yubatdığına görə, Bəli. bəli, Bəli. məhsuldarlığı azaltdığına görə neyirlər? Onu budayırlar. Yaxşı, bəs deyin görün mənə, qida çuğunduru nə idi? Qida çuğunduru qırmızı, tünd qırmızı rəngli olur. Tərəvəzlərdə, salatlarda da istifadə olunur. Aha, bəli, şorbalarda, salatlarda istifadə olunur. Bəs pomidorlar bir-birindən nəyinə görə fərqlənir? Yumrusuna görə, formasına görə, bir yumru olur, uzun olur, növlərinə görə. 3 dənə ad verilib. Yox, imenimizdə kitabda 3 dənə orada verilib ki, yəni bu xüsusiyyətinə görə pomidorları bir-birindən fərqləndiririk. Birini deyim rənginə, Rənginə, formasına görə, növünə görə, rənginə, quruluşuna, bir də dadına görə. dadına görə. Rəng, quruluş, dad. Quruluş, dad. Bəli, bu 3 xüsusiyyətə görə biz onları bir-birindən fərqləndiririk. Bəs pomidor necə bitkidir? Bir illik işıqsevər, istisevər bitkidir. Bir illik işıq, istisevər, ot bitkisidir, yoxsa kol bitkisidir? Ot bitkisidir. Ot bitki. Bəli, niyə bir illik Ot deyirlər? Çünki bitkisidir. pomidor bir il ərzində toxumları əkilir, böyüyür. Yəni payız gələndə artıq qışda solur. Təkrar yazda həmin o budaq yarpaqlanmır. Ağaclar çox illikdir. Yəni onlar təkrar yarpaqlayır, çiçək açır, meyvə gətirir. Amma pomidor elə deyil. Yəni onu təzədən yenə təkrarən toxumunu səpirlər də. Ona görə deyirlər bir illik işıq sevər, isti sevər, ot bitkisidir. Yəni soyuqda Bəli. qalmır. Bəli, məhv olub gedir. Yaxşı, bəs pomidorun cücərməsindən yetişməsinə qədər olan dövr neçə gün təşkil edirdi? Pomidorun cücərməsindən 100-130 gün. Bəli, 100-130 gün təşkil edirdi. Yaxşı, deyin görün mənə, 2 metal lövhəcikdən ibarətdir. Maqnit saxlayıcısı. 2 metal lövhəcikdən ibarətdir. Lövhəcik. Maqnit yox, 2 metal lövhəcikdən ibarət olan rəf saxlayıcıları idi. Rəf saxlayıcıları. 2 Onları metal biraz lövhəcikdən qarışdırım. ibarətdir künclüklər. 2 qalın metal Aha. lövhəcikdən ibarətdir. Üfüqi deyəndə maqnit saxlayıcısıdır. O elə yadımda qalıb. Üfüqi maqnit saxlayıcısında olur. Onları mən həmişə qatışdırıram. Onu indi çox hər bir sözünü yadda saxlamaq lazım. Biri var məsələn deyir ki, düz bucaq altında yerləşir. Bu düşə bilər, qarşınıza çıxa bilər. Düz bucaq altında yerləşən hansı idi? Künclüklər. Künclüklər. Məsələn, 2 metal lövhəcikdən ibarətdir. Yenə künclüklər 2 metal lövhəcikdən ibarətdir. Amma maqnit saxlayıcıların hissəsi sadəcə deyir ki, metal lövhəcikdən ibarətdir. Yəni orada 2 rəqəmi sözü yoxdur. Məsələn, 2 metal lövhəcik olur künclük, amma 2 qalın sözü varsa, qalın metal lövhəcik olur kipləşdirici. Həmin bu kipləşdiricidə deyir ki, 2 qalın metal künclük bir-birinə nə ilə birləşdirilib?
Hansı iyon? Tüncüklər vasitəsilə. Bəli. Belə? Yox, Ya. iki qalın metal künclüklər bir-birinə nə ilə birləşdirilir? Vintlə. Vintlə. Aha, bəli, vintlə birləşdir. Bax, iki dənə belə qalın olur, ortasında da vint olur da, belə bir-birinə birləşdirilirlər onlar. Ona görə deyir ki, Aha. vintlə bir-birinə birləşdirilmiş iki qalın metal lövhəcikdən ibarətdir. Şkafların, masaların, tumbaların qapılarını bağlayırıq. Əncamalar. Bağlayırıq. Bağlayırıqsa qıfıllar, dilciklər. Bəli, Qıfıl dilciklər və bəli, qıfıllar. şkafdır, masadır, tumbadır. Əgər bunların qapısını bağlayırıqsa, bu qıfıllardır. Yaxşı, qapıların hərəkətli olmasına xidmət edir. Maqnit saxlayıcıları. Aha, qapıların rahat açılıb örtülməsi üçün vasitələr olmuyor. Dəstəklər. Dəstəklər hansı materialdan olur? Taxtadan, plastikdən, metaldan. Aha, orada da nə vardı? Nazik plastik kütlədən. Yəni düşər qalın Bəli, plastik. nazik. Qalın deyil, bəli, nazik plastik kütlədən ibarət olur. Yaxşı, bəs deyin görün mənə kiçik ölçülü pəstahlar ölçülür. Kiçik ölçülü pəstahlar ölçülür xərat metrəsi ilə. Kiçik ölçülü. Yox, bir dəqiqə çaşdım. Bölgələri olan xəttkeşlər. Bölgüləri olan, bəli, xəttkeşlə ölçülürdü. Yaxşı, bəs iri ölçülü pəstahlar ölçülür. İri ölçülü pəstahlar ölçülür xərat metrəsi ilə. Xarrat metrəsi ilə, bəli. Düz bucaqlar yoxlanılır, ölçülür. Bucaqlıqla. Bucaqlıq ilə, bəli. Bucaqlar bəs ölçülür. Transporterlə. Transporter ilə. Transporterin üzərində biz nəyə qururduq, nəyi ölçürdük? Hansı alətdən istifadə edirdik? Mərcanla, qövs nəzərə alınma. Aha. Yox. Transporterlə birlikdə hansı alətimizi istifadə edirdik? Günyə. Xarat günyəsi ilə, bəli, istifadə edirdik. Yaxşı. Bəs meşə və mişar materialları ölçülüb nişanlanır? Meşə və mişar materialları ölçülür, nişanlanır, müxtəlif metal ölçmə lenti ilə. Mığları, bəli, meşə, mişar deyir. Bax, hər mığlar varsa metal ölçmə lenti ağlımıza gəlir. Yəni mığları görəndə o gəlir ağlımıza. Və metal ölçmə lentinin ölçü vahidləri. Metal ölçmə lenti santimetr, millimetr, santimetrin yarısı. Yarısıydı, bəli. Yaxşı. Bəs deyin görün mənə, məmulatın hazırlanması hansı mərhələlərdən keçirdi? Məmulatın hazırlanması eskiz idi, layihə idi, xəritə idi. Yox, dedik ki, Yox. cümləmiz necə idi? Kitabda belə bir cümləmiz var idi. İstənilən məmulatın hazırlanması deyildi 3 mərhələdən keçir. Hansı idi o 3 mərhələmiz? İstənilən məmulatın hazırlanması 3 mərhələdən keçir. Bəli. Hansı idi? Kimi deyə bilərsiniz? Layihələndirilmə, Aha. hazırlanması və istismar. Bəli. İlk öncə layihəsi hazırlanır, ikinci hazırlayır, daha sonra istismar olunur. Yəni istifadəyə verilir. 3 dənə mərhələdən keçirdi. Yaxşı, bəs deyin görün mənə, biz bu furniturları, mebelləri nə ilə birləşdiririk? Bəli. Furniturları, mebellərə nə ilə birləşdiririk? Həncamalar və şurupların köməyi ilə. Şurupların köməyi ilə birləşdiririk. Yəni mebel üçün nəzərdə tutulmuş, oduncaq üçün nəzərdə tutulmuş şuruplar vasitəsilə birləşdiririk. Maqnit saxlayıcının quraşdırma ardıcıllığı. Bəli. Maqnit saxlayıcının quraşdırma ardıcıllığı. Maqnit saxlayıcısının quraşdırma ardıcıllığı. Bəli. Ardıcıllıqlara həmişə diqqət edirik, yəni dərslikdə. Ardıcıllıqlar düşür testlərdə. Yəni bu ildə gördünüz ki, ancaq hamısı ardıcıllıq, uyğunlaşdırma. Məsələn, lövhəci ilə qəlibin yeri müəyyən edilirdi, sonra qapıya bərkidilirdi. Qəlibin yeri ilə seçilirdi ki, o qapıdakı üst-üstə düşsün. Bəli, nə ilə üst-üstə Sonra düşsün? bərkidici şuruplar ilə qeyd edilirdi. Şuruplar da axıra qədər burmadan bərkidilirdi. Burmadan bərkidirik, sonra
Sonra da elə bir qəlib lövhəciyin qarşısında dəqiq yerləşdirilir. Sonra isə şuruplar axıra qədər burulurdu. Burulurdu, bəli. Demək, qəlib lövhəciyin hansı hissəsində dəqiq yerləşdirilirdi? Qarşısında. Qarşısında, bəli, dəqiq yerləşdirilirdi və yerini nə ilə nişanladıq, işarələdik? Yeri Aha, nə ilə nişanladıq? Deşiklərin mərkəzini nə ilə qeyd elədik? neydi adı onun? Biz ilə. Bizlə. Biz ilə Bizlə. nişanlayırıq, bəli. Bəli. Yaxşı. Bu qədər. Başqa kim sual-cavab iştirak etmək istəyir? Arzu müəllimə burdasınız? Müəllimə mən də istəyirəm. Adınız Mən də nədir? istəyirəm. İradə müəllimə. Hə, İradə müəllimə. Başlayaq o zaman. Deməli, dedik zaman keçdikcə insanlar hansı texnologiyaları təkmilləşdirdilər? Nəqliyyat texnologiyası. Nəqliyyat texnologiyalarını. Bəs müasir texnologiyalar nə idi? Müasir texnologiyalar nə idi? Elə bir ki, məhsulun emalına hazırlanması ilə elə bir ki, kənd təsərrüfatı maşınlarını, yeyinti sənaye avadanlıqlarını, qaz filtrələrini, paltar yuyan maşınlarını və s. hazırlanmasıdır. Hazırlanmasına, bəli, kənd təsərrüfatı deyil, maşınları, yəni hazırlanmasına bizə kömək göstərən, həmçində qaz plitələri də daxildir. Yəni bunlar hamısı müasir texnologiyalardır. Müasir texnologiya. Aha. Bəs kommunikasiya texnologiyaları nə idi? Kommunikasiya texnologiyalarına aiddir. Faksdır, internetdir, televizordur, radiodur, telefondur, Aha, bəli. poçtdur, Elektron poçt da daxildir. elektron poçtdur. Yaxşı. Dedik ki, istənilən məmulatın hazırlanması hansı mərhələlərdən keçirdi? İstismar, elə bir ki, birinci istismarıdır, layihələndirməsi hazır. Yox, əstəğfirullah. Birinci mərhələ 3 dənə mərhələ idi. Birinci layihələndirir, sonra hazırlayır, sonra istismar edir. İstismar edilirdi. Bəli, layihələndirmə, hazırlanma, istismar edilməsi idi. Hazırlanma, istismar. Aha, bəs pəstah nədir? Pəstah məmulat hazırlamaq üçün müəyyən ölçülü materialdır. Yəni detal hazırlamaq üçün, yəni detal hazırlamaq üçün seçilmiş müəyyən ölçülü, yəni ölçüsü bilinmir, müəyyən ölçülü olur. Material. Bəli, yəni ölçüsü müəyyən ölçülü materialdır. Bir pəstahdan neçə detal alına bilər? Bir neçə. Bir və ya bir neçə deyil. Bəli. Yaxşı. Bəs pəstahın ölçüsü detalın ölçüsündən böyük olur, yoxsa kiçik olur? Pəstahın ölçüsü detalın ölçüsündən böyük olur. Böyük olurdu, bəli. Yaxşı. Bəs yığma nəyə deyilir? Yığma nəyə deyilir? Yığma detalın məmulat halında birləşdirilməsinə yığma deyilir. Yığma deyilirdi, bəli. Yaxşı. Bəs biz deyirik pəstahı məmulata çeviririk. Həmin bu pəstahın məmulata çevrilməsi nəyə uyğun olmalıdır? Nəyə uyğun olmalıdır? Aha. Pəstahın məmulata, yəni pəstah materialdır. Materialın bir məmulata çevrilməsi nəyə uyğun olmalıdır? Deyim mən. Çevrilməsi müəyyən ölçülməsi. Texnoloji prosesdir. Texnoloji prosesdir da müəllimə. Bəli, texnoloji prosesə uyğun olmalıdır. Yəni texnoloji prosesə uyğun olmalıdır. Çevrilməsi texnoloji prosesə uyğun. Bəli, pəstahın məmulata çevrilməsi texnoloji prosesə uyğun olmalıdır. Texnoloji proses də nə idi? Texnoloji proses pəstahın ilkin halından elə bir ki, ilkin halından hazırlanması, məmulatın əldə edilməsinə qədər olan üzərində göstərilən işlərin nizamlardıcılığıdır. İlkdən sona qədər üzərində gördüyümüz işlərin nizamlardıcılığına biz texnoloji proses deyirik. Bəli. Texnoloji proses. Bəs texnoloji xəritədə nələr göstərilir?
texnoloji xəritədə elə bir ki, texnoloji əməliyyatların ardıcıllığı ətraflı yazılır texnoloji xəritədə. Bir də məlumatın icrasında elə bir ki, Pəstahın qrafik təsviri verilir. Tətbiq olunan alətlərin adları tətbiq olunur. Texnoloji xəritədə 3 dənə xüsusiyyət yadda, 3 dənə söz yadda saxlayırıq ki, deməli, texnoloji xəritədə göstərilir qrafik təsvir, alət və tərtibatlar göstərilir. Bir də tərtibatlar, bir də alət və tərtibat. Geniş olur. Axırda tərtibatlar da göstərilir. Biz mövzularımızı onda sizə texnoloji xəritə qarşısına çıxacaq. Yəni orada texnoloji xəritədir, marşrut xəritəsidir. Bax, bel üçün dəstəyin hazırlanması nədir? Marşrut xəritəsi. Sadəcə ardıcıllıqdır. Amma pəncərə çərçivəsinin hazırlanmasına görürsünüz, işin prosesi, orada olan alətlər hamısı verilib. Geniş məlumatlar artıq orada. Geniş məlumat. Bəli, onun qrafik təsviri də verilib. Yəni hər birisi burada artıq geniş. Deməli, marşrut xəritəsində nə oldu? Marşrut xəritəsində əməliyyatın icra ardıcıllığı. Bəli, yalnız icra ardıcıllıqdır. Amma texnoloji xəritədə 3 dənə xüsusiyyət var. Alət və tərtibatlar, qrafik təsvir, bir də ətraflı geniş məlumat. Geniş məlumat, yəni ki, ətraflı verilir məlumat bizə. Yaxşı, bəs deyin görün mənə, pomidorları bir-birindən nəyinə görə fərqləndiririk? Eyni kitabdakı cümlə lazımdır orada bizə. 3 dənə ad verilir bizə, xüsusiyyət. Bəli, müəllimə. Rənginə, rəngidir, elə bir ki, quruluşudur, dadına görə fərqlənir. Bəli, dağ sözündən də saxlaya bilərik. Quruluşuna, dadına görə. Dağ belə deyil, amma qını qı əvəz edir. Dağ sözünü yadda saxlaya bilərik ki, dad, nədir dadına, sonra. Müəllimə, birinci rəng gəlir da, rənginədir. Quruluşuna, bəli, dadına görə. Quruluş, dad. Bəli, fərqləndiririk bunları. Yəni bizə ümumilik kitabda olan cümlə lazımdır. Yəni orada söz lazımdır. Çünki yəni testlərdə düşür, yəni fərqli götürürlər. Orada yazırlar. Məsələn, bayaq dediyi biz dəstəklər hazırlanır nazik plastik kütlədən. Yəni orada məsələn testdə düşə bilər qalın plastik kütlə. Yəni sözlər belə dəyişilib bizə verdiyinə görə ona görə ümumilik kitab bizə nə deyir, onu yəni götürməliyik, onu öyrənməliyik ki, sonra biz özümüzü sübut eləyə bilək, yəni ki, doğruyuq, biz haqlıyıq. Kitab bizə bunu deyirdi. Yaxşı, bəs deyin görün mənə, Pəstahın qrafik təsvirinə nələr daxildir? Pəstahın qrafik təsvirinə Yəqin belə bir sualla qarşılaşmısınız testlərdə ki, Pəstahın qrafik təsviri ola bilməz. Yox, olar niyə müəllimə? Pəstahın qrafik təsvirində Üç dənəsi verilmişdir. Məsələn, qrafik təsvirində çertiyoz. Müəllimə, orada o çertiyozu, eskizidir, texniki təsviridir. Müəllimə, budur. Bəli, eskiz, texniki təsvir, çertiyoz. Çertiyoz, elə bir eskiz, texniki təsvir. Sağ aşağı küncündə yazılır da müəllimə. Nə yazılır? O spesifikasiyada siz dediyiniz cədvəl. O cədvəldə. Spesifikasiyadır. O heç spesifikasiya belə cədvəl formasında tərtib olunur. O heç sağ aşağı küncdə verilən spesifikasiyadır. Çertiyozun onun elə bir Elmə bu yaxşı sualınız nə idi? Pəstahın qrafik təsvirinə nələr daxildir? Pəstahın qrafik təsviri olanı götürəcək texniki təsvir, eskiz, çertiyoz. Bunları götürəcək. Sağ aşağı küncdə verilən hansı oldu? Deyirik Pəstahın texniki təsvirin, eskizin sağ aşağı küncündə verilir. Hansıdır bu? Eskizi texniki təsviri sağ aşağı küncündə verilir. Cədvəldə çertiyozdur, eskizdir, texniki təsvirdir. Yox, spesifikasiya bunların sağ aşağı küncündə verilir. Bəli. Qarışdırmayın onları, bəli. Bəs spesifikasiyada nə göstərilir? Spesifikasiyada göstərilir məlumatın, elə bir detalın adı, miqyası, materialı, bir də həqiqi haqqında məlumat xüsusi cədvəldə spesifikasiyada qeyd olunur. Spesifikasiyada qeyd olunur. Yaxşı. Bəs deyin görün mənə, xətlərin neçə növü var? Xətlərin 5 növü var.
Müəllimə, bu yaxşı baxışdığın sözünüzü kəsirəm. Orada 5 dənə verilib də kitabda. Biz niyə onu 4 götürürük? Bayaq siz Çünki dərsə qoşuldum, axırını eşitdim. Xətlərin Mən- çünki növü Hə. mötərizənin içərisində olandır. Xətlərin adı mötərizənin içərisində olandır, yəni kənarındakı deyil. Məsələn, detalın